Cənab Ali Başkomandan, hörmətli vitse-prezident Mehriban xanım Əliyeva. 20'ye yaxın qazi, 10 dənə şəhid ailəsi bu obyektdən çörək qazanırdı. Burada bizim zaptaslarımız olurdular, 40 minə yaxın zaptaslarımız olurdular. Bizim burada böyük mavesimiz vardı. 80 min xərc çəkmişdik. Mavesimizi icra hakimiyyəti Elxan müəllim, bir də polis rəisinin birinci mamiri Rasim müəllim. Bura 30'dan yuxarı polis döymüşdülər. Palaboy formada. Gəldilər bizi, Rəşid qardaşımızı, Rəşid qardaş, hər saat 9'da trop basırlar içəri, obyekti şumun eləyiblər. Sizdən xahiş edib, bizə köməklik eləsin. Bizlə düşmən mövqeyində dururlar. İcra hakimiyyətinin mavirinə deyirəm ki, bu bizim erməni malı yolda xahiş edirəm, imkan verin, özümüz çökək buranı. Gətirib buranı dərmadağını eləyiblər. Burada Ulu Öndərin şəkili var, plakatı var idi. Plakatı aşırılar, tökdülər yerə. İmkan vermədilər ki, o Ulu Öndərin şəklini çəkək. Dağıtıqların şəklini çəkək. Burada cəmlədir. Buna obyektimizi Cənab Ali Başkomandan sizdən xahiş edirəm. Binəqədi rayon İcra hakimiyyətinin başçısı deyir ki, bura mənimdir, çıxın buradan. Bizim burada bütün sənətlərimiz var. Sizdən xahiş edir, köməklik eləyin bizə. Burada bir dənə sənət bizdədir, başqa heç kimdə sənət yoxdur.